Hər kəsi salamlayıram. Bu gün din birinci hissədə yerin yaranması və inkişafı litosfer bölməsinin izahını verəcəm. Yerin planetlər və geoloji inkişafı. Paleozoy eonuna aid olan geoloji eralar, Paleozoy eonuna aid olan eralar Paleozoy, Mezozoy, Kaynozoydur. Cavab olur B bəndi. Paleozoy, Mezozoy, Kaynozoy. Arxe və Proterozoy, Kriptozoy eonuna aiddir. Deməli, Paleozoy eonuna hansılar aid oldu? Paleozoy, Mezozoy, Kaynozoy. Cavab B bəndi. Antkortler dağ qurşağında yerləşən vulkanlar Sakit Okean tavası ilə Şimali-Cənubi Amerika tavası toqquşaraq Antkortler dağ sistemi yaradır. Burada yaranan vulkanlar hansılardır? Cavablara çıxa-çıxa baxa bilərik. Qalsın Kosciuszko zirvədir. Avstraliyada yerləşir. Onca B-ni götürə bilmərik. Kilimanjaro dedik ki, Afrikanın ən hündür zirvəsidir. Antkortlerə aid deyil. Daha sonra Mitchell Appalach dağının ən hündür zirvəsidir. O köhnə dağdır. Antkortler qurşağında yerləşmir. Platform üzərində yerləşdiyi üçün onu götürmürük. Çaşdırıcıdır D variantı. McKinley, Shasta, Tubikal bura aid deyil. Afrikada Atlas dağlarının ən hündür zirvəsidir. Ona görə bunu da götürmürük. Cavab burada A bəndidir. Colima, Cotopaxi, San Pedro. San Pedro Cənubi Amerikada yerləşir. Cavab olur A bəndi. Keçdik 3. Vegener nəzəriyyəsinə görə ilk yaranan quru adlanırdı. Pangea adlanırdı. Pangea özü də Lavrasiya və Gondvanaya bölünür. Daha sonra onlar da Mezozoy erasında müasir materiklərə bölünürdü. Cavab oldu C. İnsan əmələ gəldiyi geoloji era və dövr ən sondur bu. Kaynozor, antropogen dilə insan deməkdir. Cavab olur A bəndi və yaxud da buna 4-cü dövr də deyilir. Antropogen düşməsə 4-cü dövr düşsəydi, yenə də onu götürəcəkdik. Qədim platformaların əmələ gəldiyi eralar hansılardır? Platformalar yaşına görə cavan və qədim olur. Qədim arxe və proterozoyda yaranır. Amma cavan paleozoy erasında yaranır. Demək, qədim platformalar hansında yarandı? Arxe və proterozoy, yəni kriptozoy eonda yaranan platformalardır. Keçdik 6-cı sual. Şimali Amerikanın və Avrasiyanın şimalında çoxillik donuşluğun yarandığı era və dövr. Demək, uşaqlar, Kaynozoy erasında 4-cü dövr buzlaşması, sonra müasir landşaftlar, cavan dağlar, Alp qırşıqlığı, Xəzər dənizinin formalaşması, insana bənzər meymunların yaranması hamısı Kaynozoy erasında baş vermişdir. Qədim buzlaşma da məhz deməli Kaynozoy 4-cü dövrdə baş vermişdir. Cavab olur D bəndi. 7. Kaynozoy erasına aid olan geoloji dövrləri qədimdən cavana təbaşir mezozoyundur, Tiras da mezozoyundur. Yerdə qalır Paleogen, Antropogen. Bunlar Kaynozoyun erasıdır. Daha doğrusu dövrləridir. Ən qədim paleoqədim deməkdir. Neo, yeni, Antropogendə ən müasir, ən sonda insan formalaşır. Paleogen, Neogen, bir də Antropogendir. 3, 5, 1. Hansı cavabdadır? Y bəndidir cavab. Paleozoy eonuna aid deyil. Biz dedik ki, yer geoloji erada 2 eona bölünür. Fanerozoy və kriptozoy. Fanerozoyda aşkar həyatdır. Yəni paleozoy, mezozoy, kaynozoy eralara aiddir. Kriptoz isə gizli həyatdır. Arxe və proterozoy aiddir. İndi biz burada fanerozoya aid, eonuna aid deyil deyirsə, biz deməli kriptozoya aid olanı götürəcəyik. Lavrasiya Gondvanın müasir materiklərin yaranması bu fanerozoydur. Pangea'nın Lavrasiya və Gondvana qurularına parçalanması bu da fanerozoydur. Örtülü toxumlu mezozoyda baş vermişdir. Bu da fanerozoydur. Qədim qırşıqlar, güclü vulkanizm baş verməsi, bakteri, iptidai təqvicələrin yaranması, bəli, bu arxe və proterozoyda baş vermişdir. Ona görə cavab olur D bəndi. Yeni niyə götürmürük? Çünki Tethys okeanı parçalanması Kaynozoydadır. Kaynozoyda fanerozoya aiddir. Bir də qeyd edək. Eon 2 yerə bölünür. Kriptozoy, bir də fanerozoy. Gizli həyat, aşkar həyat deməkdir. Bu arxe, kriptozoy, arxe proterozoydur. Səhv yazdım söz. Proterozoy. Üzr istəyirəm, sözü deyə bilmədik. Sizdən yazaq. Arxe, bir də proterozoy. Paleozoy, mezozoy, bir də kaynozoy.
Bu Fanerozoikdir. Ona görə bu dövrlərdə baş verənləri biz burada götürmürük. Arxeida Proterozoikdə nə baş vermişdi? Çoxlu vulkan püskürmüşdü, bakteriyalar yaranmışdı, dəmir filizi formalaşmağa başlamışdır. Ona görə D variantıdır. Keçdik indi Kriptozoy eonuna aid deyil. Artıq arxeid və Proterozoya aid olanları götürmürük. Dəmir və polimetal fez yataqlarının yaranması bu Kriptozoya aiddir. Bakteriyalar, ibtidai hüceyrələr yaranıb Kriptozoydan. Güclü vulkanizm baş verib Kriptozoyda. İki geoloji eraya bölünür. Bəli, arxeid və Proterozoya. Görürsünüz, eralara bölündü. Örtülü toxumlar bayaq dedik, Mezozoy erasına aiddir. Mezozoy erası da hara aiddir? Fanerozoya aiddir. Ona görə B aid deyil. Cədvələ verilən geoloji dövrlərdən hansılarının yerini dəyişsək, onları qədimdən cavana doğru düzgün sıranı müəyyən etmək olar. İlk öncə burada qeyd edeyim, özünüz də baxın. Demək, Paleozoya ən qədim Paleozoydur. Paleozoy, Kembr, Ordovik, qədimdən cavana yazıram. Vik, Silur, Devon, Karbon, Perm. Keçdik Mezozoy, Mezo yazım. Tiras, Yura, Təbaşir. Daha sonra Kaynozoy, Paleogen, Paleogen, Neogen, bir də dördüncü dövr və yaxud da Antropogen. İndi qədimdən cavana baxaq. Devon gəlib, Devondan sonra Silur gəlir. Görürsünüz, burada səhvdir. Əslində Silur daha qədimdir. Demək elə 2-dən 1-in yerini dəyişəndə uyğun gəlir. Cavab B bəndi. Sonra Permdir, doğrudur. Tirasdır, Yura. Tirasdan sonra keçib Kaynozoy, Paleogen, Neogen. Deməli, 1-dən 2-nin yerini baxın burada. 1-dən 2-nin yerini dəyişəndə ardıcıllıq doğru olur. Cavab B bəndi. 11 də onun kimidir. Cavandan qədimə doğru Paleogen. Paleogendan sonra cavandan qədimə getməliyik. Sonra gəlir Yura. Yuradan sonra gələcək Təbaşir, yəni daş kömür. Sonra gələcək Ordovik. Ordovikdən sonra Silur. Burada səhvdir. Birinci Silur, sonra Ordovik gəlməli idi. Sonra da Kembir. Onda bunların yeri dəyişikdir. Bura 5 olmalıdır, bura 4 olmalı. 4-5-in yerini dəyişsək, ardıcıllıq doğru olar. Cavab olur B bəndi. Yerin geoloji inkişafına aiddir. Qısa konspekt kimi deyim. Yerin geoloji erası, planetari bilin, geolojini rahat tapa biləcəksiniz. Planetara aiddir. Ay erası, yəni kütləvi vulkan püskürməsi. Kütləvi vulkan püskürməsi. Sonra nüvə, mantia. Keçdik ilk yer qatı bazalt, ilk atmosfer, ilk hidrosfer və yaxud da ilk okean, Pantalas, demək planetara aiddir. İndi bunları çıxaq. Yer səthinə kütləvi şəkildə lava püskürüb, bəli, bu hansına aiddir? Dedik ki, aiddir planetara, ona görə çıxırıq. Çünki bizə geoloji inkişaf aiddir. Yerin mantia və nüvəsi harda yaranmışdır? Planetarada çıxırıq. Yer qabığının təbəqələri yaranmışdır. Burada ancaq bazalt yaranmışdır. Ona görə də cavab burada C olacaq. 6-7 bəli. 6-7 milyard il əvvəl başlamışdır ki, 2.5 milyard il davam etmişdir. Planetar. İlk atmosfer də planetardadır. Demək, planetar inkişaf mərhələsində nələr aiddir? İlk ay erası, yəni kütləvi vulkan püskürmələri baş vermişdir, nüvə yaranmışdır, mantia yaranmışdır, ilk bazalt, yəni ilk yer qabığı olan bazalt formalaşmışdır, ilk atmosfer, ilk hidrosfer, ilk okean Pantalas yaranmışdır və o 6-7 milyard il, yəni 2.5 il 6-7 il bundan əvvəl 2.5 milyard il davam etmişdir. Keçdik Kaynozoya aid deyil. Kaynozoya aid deyil. Kaynozoya aid olanlar da yazaq. Kaynozoy. Kaynozoy. Başlayırıq. 4-cü dövr buzlaşma.
müasir materik üzrə müasir landşaft, cavan və yaxud da qırışıq dağ və ya qırışıq dağlar. Daha sonra Alp qırışıqlığı, Tetisin parçalanması, Tetis okeanının parçalanması, insana bənzər meymunun yaranması və s. Kaynozoya aiddir. İndi Pantalasın parçalanması xeyr, bu hardaydı? Bu mezozoydadır. Dördüncü dövr buzlaşması baş verir. Aid olmayanı soruşur. Bəli, elə burada cavab A bəndidir. Dördüncü dövr buzlaşması, bəli, burada qeyd etdik. Tetis okeanı bölündü, bəli, qeyd etdik. Tetis okeanı bölündü. Müasir landşaft yaranıb, bəli, müasir landşaft yaranıb. Aral və Qara Xəzər Aralıq dənizləri bir-birindən ayırmışdır. Bəli, bu Tetis okeanı parçalanır. Nəticədə bu dənizlər yaranır. Bu da aiddir. Ona görə cavab olur A bəndi. 14. Kaynezoyun mezozoydan fərqləndirilən xüsusiyyəti Xəzər və Aral dənizi qapalı su hövzəsinə çevrilmişdir. Bu Kaynezoyda baş vermişdir. Xəzərin formalaşması Kaynezoyda baş vermişdir. Geoloji dövrlərin nisbi yaşlarına görə qədimdən başlayaraq ardıcıl düzün. Ən qədim Kembridir, Paleozoydur. Sonra gəlir Mezozoyun tirasıdır. Sonra Paleogen 4-cü dövr. 4, 2, 1, 3. Cavab Y bəndi. Yerin inkişafının ilk mərhələlərindən fərqli olaraq hazırda kütləvi vulkan püskürmələrinin müşahidə olunmamasının səbəbi nüvənin soyuması və maqmanın əmələ gəlməməsi xeyr. Litosfer havaların hərəkətinin sabitləşməsi hələ də hərəkətlidir. Yer qabının qalınlığı daha da nazikləşsəydi, daha çox vulkan püskürərdi. Təbiət antropogen təsir göstərməsi xeyr. Bərk və qalın yer qabının formalaşı. Yer qabı qalınlaşdıqca nəticədə nə olurdu? Maqma rahatlıqla yer səthinə çıxa bilmirdi. Keçdik növbəti 17-ci suala. Geoloji dövrlərin yaşlarına görə qədimdən başlayaraq ardıcıl düzün. Yenə baxırıq, ən qədim hansıdır? Paleozoydan daş kömürü veriblər. Ona görə birinci daş kömürü götürəcəyik. Qədimdən cavana deyil, 1. Daha sonra mezozoyun dövrü təbaşir verib, 2 götürəcəyik. Sonra Kaynozoydan 2 dövr verib, Paleogen, Neogen. Paleo qədimdir, 4. Sonra da Neogen, 3. 1, 2, 4, 3. Cavab C bəndi. Suxuların mütləq yaşı nədir? Suxurun 2 yaşı olur, mütləq və nisbi yaş. Mütləq yaş radioaktiv maddələrə görə müəyyən olunur. Nisbi yaş suxurun yatım ardıcıllığına və ya suxurun tərkibində olan bitki və heyvan qalıqlarına görə müəyyən edilir. Ancaq burada da cavab C bəndidir. Mütləq yaş soruşursa, radioaktiv sözü harda varsa onu götürürsünüz. Kaynozoy erasında baş verən ən mühüm hadisələr, bayaq elə burada qeyd elədik. Pangea parçalanması, buzlaşma aiddir, amma Pangea'nın parçalanması burada baş verməmişdir. Harada baş vermişdir? Paleozoy erasında. Alp dağı əməlcəmə buzlaşma. Bəli, Alp da var, buzlaşma da var. Elə cavab olur B bəndi. Nəyə görə C-ni götürmürük? Hersin dağı əməlcəməsi. Çünki Paleozoydadır. Sakit okeanın kiçilməsi aiddir, amma Hersin dağı əməlcəməsi aid deyil. Alp dağı əməlcəməsi aiddir, amma nəhəng sürünənlər harda yaranmışdır? Mezozoyda. Ona görə götürmürük. Kimberidə harda yaranmışdır? Mezozoyda. Y bəndi də ona görə səhvdir. Cavab olur B bəndi. Alp dağı əməlcəməsi buzlaşma. Bir də deyək, Kaynozoy erasında nələr baş vermişdir? 4-cü dövr buzlaşması baş vermişdir. Müasir landşaft yaranmışdır. Cavan dağlar, qırışıq dağlar yaranmışdır. Alp qırışıqlığı yaranmışdır. Tetis okeanı parçalanaraq Xəzər, Aralıq, Qara dənizinin yaranmasına səbəb olmuşdur. Və dövrləri də hansı idi? Paleogen, Neogen 4-cü dövr. Hansı geoloji irada atmosferdə sərbəst oksigen daha çox olmuşdur? Sərbəst oksigen əsasən son dövrlərə doğru artmağa başlayacaq. Bu Mezozoy və Kaynozoydur. Çünki əvvəllər karbon qazı daha çox imiş. Canlı yarandıqca atmosferdə oksigen qazının miqdarı çoxalmağa başlayır. Kriptoza və ya Kembriyə qədərki dövrdə gizli həyat çağı adlandırılır. Bunun səbəbi odur ki, həmin dövrlərdə canlı orqanizm qalıqları aşkar edilməmişdi. Onun üçün təxmini nisbi yaşı falan da hesablaya bilmirdilər. Yəni o dövrdə baş verən həyat haqqında heç bir fikir əldə edə bilmədikləri üçün bu dövrü gizli həyat adlandırırlar. Nəyə görə gizli həyat adlandırırlar? Çünki canlı orqanizm qalıqları sularda aşkar edilməmişdi. Kimçi, yerin geoloji inkişafı ilə bağlı hansı ifadələr doğru deyil? Biz hansı ifadələr doğru deyilsə, məsələn, biz onu götürə bilərik.
planetar inkişafla da müqayisə edə bilərik. Üzvü məişət çökmə sular biogen mərhələdə yaranmışdır. Bəli, bu doğrudur. Canlı deməkdir biogen. Üzvü də canlının təsiri nəticəsində yaranır. Daha qədim suxurlarda tapılan canlı orqanizm qatları daha qədimdə olan suxurlar sadə tərkibli olur, mürəkkəb yox. Ancaq bu yanlışdır. Cavan platformaların bünövrəsi Kembriyə qədəş dövrdə xeyr, bu qədimdir. Qədim. Cavan paleozoyda yaranıb. Paleozoyda yaranıb, özü də demək, Paleozoy eonuna aiddir. Materik tipli yer qabığı okean tipli yer qabığından daha qalındır. Bəli, çünki orada qranit qatı var. Paleozoy erası iki qırışıqlıq mərhələsindən ibarətdir. Paleozoyda əslində iki qırışıqlıq olub. Hersin, Kaledon, amma Baykal qırışıqlığı da 12 dövrünə düşür. Baykal qırışıqlığı əsasən iki eranı, bəli, bir paleozoyu, bir də proterozoya əhatə edir. Onun görə cavab burada olur hansı? 2, demək bu da səhv idi də. 2, 3, 5. Cavab A bəndə. Kaynozoy Avrasiya, Şimali Amerika, Kaynozoy erasında hansı dağların yaranıb onu göstərir. Kaynozoy erası Avrasiyada da var, Şimali Amerikada var. Yəni cavan dağlar hər ikisində var. Şimali Amerikada sahil sıra dağları cavan dağlardır. Avrasiyada da götürə bilərik. Məsələn, burada baxaq, Konlunu götürə bilmərik, çünki bu mezozoyda yaranır. Digərlərini amma götürə bilərik. Birə görə biz hələ cavabı müəyyən edə bilmərik. İndi deyir, bunların ikisinin birləşməsi nə adlanır? Elə bir ölkə götürməliyik ki, bu inkişaf etmiş ölkə olsun. Onda Himalayda inkişaf etmiş ölkə yoxdur, düşmür. Yəni hər hansı bir inkişaf etmiş ölkə ərazisinə. Karpat da düşmür, Kopet dağ da düşmür. A bəndini götürə bilərik. Bura Alp yazsaq, həm Alp, həm sahil dağları inkişaf etmiş ölkələrin ərazisinə düşür. İnkişaf etmiş ölkələrdən Avrasiyada düşür İsveçrənin 3. Şimali Amerikada da Kanadaya düşür. Ona görə A variantı uyğundur. Biz məntiqlə tapırıq o sualı. 24. Kaynozoy erası, mezozoy erası, Venn diaqramda müasir landşaft insan yaranıbsa kaynozoya götürürük. Tirasiyura təbaşir dedik ki, mezozoyun dövrləridir. Cavan dağlardır dedik, kaynozoyda yaranıb. Paleozoy eonuna aiddir. Hər ikisi paleozoya aiddir. Yəni kaynozoy, mezozoy, paleozoy, paleozoy eonunun eralarıdır. Kimmer qırışıqlığı da dedik, mezozoyda yaranıb. Demək A, C, B, Y. A, C, B, Y. Cavab olur D bəndə. 25. Yenə də eyni sualdır. Paleogen, neogen, antropogen biz bilirik ki, kaynozoyun dövrlərdə Verxoyanski, Çerezkidir, Kunlundur. Bunlar hamısı mezozoyda yaranmış relyef formalarıdır. Muradxanlı, Molla Kənd mezozoyda. Azərbaycanda əsasən neftlər kaynozoy erasına aiddir. Lakin Molla Kənd Kürdəmirdə yerləşir, Muradxanlı İmişlidə yerləşir. Məhz bu iki yataq mezozoy yaşlı yataqdır. Onun üçün C-yə götürürük. Şimali Amerika, Avrasiyada dağları yaranmışdır. Hər ikisinə aiddir. Hər ikisinə aid həm Şimali Amerikada, həm Avrasiyada dağ var. Dördüncü dövr buzlaşması da biz demişdik kaynozoydadır. A, E, D, A, E, B, C. A, E, B, C, D. Cavab Y bəndə. 26-cı sual yenə də kaynozoy ilə mezozoyun Venn diaqramı ilə həllini istəyib bizdən. Kimmeri biz dedik ki, hardadır? Mezozoydadır. Paleozoya hər ikisi aiddir. Tez okeanı parçalandı, Xəzərdə yarandı. Kaynozoyda. 4-cü dövr buzlaşması kaynozoydadır. Qədim sürünənlər hardaydı? Mezozoyda. 3 geoloji dövrə bölünür. Hər ikisi 3 geoloji dövrə bölünür. 3, 4, 1, 5. 2, 6 cavab Y bəndi. Kaynozoyda nələr olmuşdu? Dövr buzlaşması, Tethys okeanı, müasir landşaft, cavan dağlar və s. yaranmışdı. Bəs mezozoyda nələr olmuşdu? Müasir okeanlar, müasir materiklər, örtülü toxumlar, nəhəng sürünənlər, dinozavrlar hamısı mezozoy erasında baş vermişdir. 27. Lavrasiya və Gondvana baxın, müasir materik, müasir okean varsa bunu mezozoy götürəcəksiniz. İndi bundan əvvəlki sualda dedik. Kordilyerin də şərq sahili. Bu Kordilyer dağlardır. Şərq sahili qayalı dağlardır. Mezozoy yaşlıdır, amma qərbi sahil kaskad dağlardır. Bu kaynozoy yaşlıdır. Onun üçün cavab olur burada D bəndi. Paleozoy kaynozoyun indi oxşar fərqli cəhətlərini tapaq. Hersin dağa mərcənməsi biz bilirik ki, paleozoyda olmuşdur.
Himalay dağları cavan dağdır, Kaynezoyda yaranır. Müasir relyef, müasir landşaft hamısı Kaynezoyda. Qədim dağ sistemləri Paleozoyda yaranmışdır. Paleozoyun eonlardır hər ikisi. Demək cavab olur A, D, B, C. Cavab B, bəndə. Keçdik 29. Paleozoy erasında baş verən hadisələr. Paleozoy erasında Paleozoydan sonra Mezozoy gəlir. İlk insanlar, yəni elə də paltarları olmayıb, geyimləri olmayıb. Həmişə təbiətdən istifadə edib geyimlər. Yəni çılpaq olublar bir sözlə. Çılpaq sözün götürürsüz paleozoya, mezozoy biraz müasirləşiblər. Örtülüb sanki insan. Örtülü toxumluğunda mezozoya götürün. Örtülü toxumlu varsa bu mezozoydur. İlk bakteriya meydana gəlməsi Baykal qırışıqlığı paleozoyda baş verib. Amma burada İç bakteriyalar arxeik və proterozoiddə olmuşdur. Öncə bunu da götürmək. Yosun, bakteriya, onurğasızların əməyi, kimmer qırışıqlığı, xeyr, bu mezozoydur. Yarısı uyğunca, yarısı Tets okeanın parçalanması dedik ki, kaynezoydur. Suda qurda yaşayan və sürünənlərin inkişafı Kaledon qırışıqlığı, bəli, suda qurda yaşayanların və sürünənlərin inkişafı Kaledon qırışıqlığı demək Paleozoy erasında olmuşdur. Keçdik, demək 30-cu sual. 30-cu sualda Kaledon qırışıqlığı ilə Hersen qırışıqlığı. Kaledon qırışıqlığı deməli burada qeyd edək. Paleozoy dedik ki, Kembri, Ordovik, Silur, Devon, bir də Karbon, Perm dövrlərə bölünür. Bunların hər dövrü bir qırışıqlığı yaradır. Yəni 2-2 qruplaşdırırsınız. Baykal, Kaledon, bir də Hersen. İncə baxalım. Akbalaz dağları formalaşmışdır. Bu hər ikisində formalaşmışdır. Çünki qədimdə Perm daş kömür hansına aid idi? Perm daş kömür Hersenə aiddir. Demək 2 götürürük buna. Lavrasiya və Gondovanın parçalanaraq müasir materiklərə bu heç birisinə aid deyil. Çünki bu müasir materik, müasir okean mezozoya aiddir. Devon, Silur hansına aid idi? Baxaq, Kaledona. 4-dür. 4, 2, 1. Cavab olur A, bəndə. Burada səbəb nəticə əlaqəsini doğru seçməliyik. Deməli, yerin planetin inkişaf mərhələsində baş vermiş hadisələrin ardıcıllığının pozulduğu sıranı müəyyən edin. Qaz və toz dumanlarının birləşməsi asteroid yaratmışdır. Asteroidlərdən sonra da yerin planetar inkişaf kimi formalaşmışdır. Bu doğrudur. Yer planet kimi formalaşdı. Yerin daxilində temperatur artır, vulkanlar baş verir deyə ay erası yaranır. Bu da doğrudur. Ay erasından sonra ilk atmosfer, bəli, ay erasından sonra atmosfer formalaşır, sonra kondensasiya olur, ilk okean yaranır. Bu da doğrudur. Ay erası baş verir, ilkin yer qabığı yaranır. İlkin yer qabığından sonra ilkin okean yaranır. Bu da doğrudur. Çünki birinci vulkanlar püskürür, yer qabığı formalaşır. Yer qabığı formalaşandan sonra onun üzərində atmosfer yaranır. Atmosferdən də sonra okean yaranır. Ay erasından sonra ilk okeandan sonra daxili temperatur yox. Axı daxili temperatur qalxır. Sonra vulkanlar çoxlu püskürür, ay erası baş verir. Ona görə əslində bunların burada yeri dəyişik olmalı idi. Ay erası, daha doğrusu burada olmalı idi. Yerin daxilində temperatur artır, sonra ay erası baş verir, sonra ilkin okean yaranacaq. C bəndidir. Keçdik 32-ci suala. Kriptozoy və Fanerozoy ionlarına aid olan xüsusiyyətləri müəyyən edin. Kriptozoy gizli həyat idi. Bayaq dedik ki, arxeik və proterozoy aiddir kriptozoya. Yerdə qalan 3 erada aiddir Fanerozoya. Və indi arxeik və proterozoya aiddir 1, 3 demək aiddir kriptozoya. 1-dən 3. 4 getdi. 1-dən 3. 2 variant arasında qalırıq. İndi seçək.
Lavrasiya və Gondvanın müasir materikləri Mezozoydur. Qədim qırışıqlı güclü vulkanizm bəli burada baş verib, arxev və proterozoyda baş verib. Tək-tək onurğasızların yaranması da burada baş verib. Pangea, Lavrasiya və Gondvana qurularına parçalanması da Paleozoyda baş vermişdir. D. Demək, burada olacaq B, C aiddir dedik. Birinciyə Y bəndi. O birisindən də D, A aiddir. Cavab olur Y. Növbəti suala. Siləyim. Paleozoy eonu Paleozoya burada biri necə tapa bilərik? Bu demək dövrə görə, demək burada Kaynozoydur. Çünki antropogen Kaynozoyun dövrüdür. Və burada bizdən nəyi soruşur? Yəqin ki 2-dən 3 də dövr istəyir. Demək 1-ə aiddir Kaynozoy. Ona görə bütün variantlar gedir. Elə Y qalır. Burada da Paleogendur onun dövrü. Paleozoyun da digər dövrü Devondur. Cavab Y bəndi. Yenə də bu sual gəldi. Demək kütləvi vulkan püskürüb, yer qabığı yaranıb, sonra okean yaranıb. Bu doğrudur. Yer planet kimi formalaşandan sonra onun daxilində temperatur, radioaktiv maddələr nəticəsində temperatur artır, sonra vulkan püskürür, aerası baş verir. Doğrudur. Aerası baş verir, vulkan püskürür, oradan çıxan qazlar atmosferi yaradır, sonra da kondensasiya olur, okean yaranır. Bu da doğrudur. Ay erasından sonra atmosfer yaranır, sonra okean yaranır. Cavab elə D-dir, C-dir. 4-dür, yəni səhv. Qaz və toz dumanlığı birləşir, asteroid yaradır, asteroiddən sonra planet yaranır. O da doğrudur. Cavab olur C bəndi. 4-cü fikir yanlışdır. Keçdik 35-ci suala. Mezozoy cədvələ əsasən uyğun sıraları müəyyən edin deyir. Mezozoy və Kaynozoy eraları eyni sayda geoloji dövrlərə bölünür. Bəli, hər ikisi 3 dövrə bölünür. Doğrudursa, bu fikir doğrudur. Qabanda da doğru yazılıb deyə doğrudur. Biri götürürük. Dəmir və polimetal filizləri qranit yarığı arxedə yaranmağa başlamışdır. Bu doğrudur, amma bura yanlış yazıb deyə bu fikri götürmürük. Hər ikisi plus olmalıdır. Uyğunluğu deyirsə. Yerin inkişafı boyunca dəniz və quru mənbə bir-birini əvəz etmişdir. Bəli, doğrudur. Bu da doğrudur. Ters okeanı Lavrasiya materikindən şimalda qalan geniş ərazini əhatə etmişdir. Lavrasiya materikindən şimalda yox, Lavrasiya ilə Gondvana arasında qalmışdır. Onca bu yanlışdır, amma bura doğru qoyduğu üçün səhvdir. Yəni bunu götürmürük. Kriptozoyanın suxurlarında zəngin bitki və heyvan qalıqları müəyyən edilmişdir. Xeyr, yanlışdır. Burada yanlış olduğu üçün bunu götürəcəyik. Demək, 3-ü götürürük. Lavrasiya və Gondvana Paleozoy arasında müasir materik, müasir okeanlar ancaq Mezozoydadır. Onca bu da yanlışdır. Doğru fikirlər 1, 3, bir də 5-dir. Doğru fikir deyəndə daha doğrusu uyğun sırada, yəni bura yanlışdırsa, qabana da yanlış yazıbsa, o uyğundur. Keçdik 36. Mezozoy qırışıqlığı ilə alp qırışıqlığı zonalarının oxşar xüsusiyyətləri. Mezozoy ilə Mezozoy dövründə erasında yaranıb, alpda Kaynozoyda yaranmışdır. İndi oxşar xüsusiyyətlər Avstraliya materikindən rast gəlinmir. Xeyr, Avstraliya materikində rast gəlmir, bəli. Elə bildim Avrasiya deyil. Bu doğrudur. Hər iki qırışıqlığa Avstraliyada rast gəlmir. Geosiklərin inkişafının 4-cü mərhələsindədir. Xeyr, alp qırışıqlığı 3-cü mərhələsindədir. Fəaliyyətdə olan vulkanlara rast gəlinir. Mezozoyda rast gəlinmir axı. Amma Kaynozoyda rast gəlinir. Şərqi Avropa düzənliyinin kiçik sahədir. Doğrudur. Orta qırışıq vilayəti hesab olunur. Yox, orta qırışıq vilayəti hesab olunmur. Mezozoy orta qırışıq vilayəti demək hesab olunur. Cavab burada olur 1, 4. Vulkanlara 4-cü fəaliyyətdə olan vulkanlar Mezozoyda, xeyr, Mezozoyda fəaliyyətdə olan vulkan yoxdur. Hər hansı bir ərazidə Mezozoy dövründə yoxdur. Cavab olur burada 1, bir də 4-dür. Şərqi Avropa düzənində kiçik sahə tutur. Krımda biraz tutur, kiçik sahə. Bir də Mezozoy biraz azmaz, şimal hissəsində, Taymır falan tərəfdə müəyyən qədər biraz yayılıb. Keçdik 37-ci suala. Yerin planetar inkişaf mərhələsi üçün səciyyəvidir. Gəlin bu suala baxaq.
Deməli, müasir cavan dağlar yaranmışdır. Bu cavan dağlar biz dedik ki, geolojidədir. Kütləvi vulkan püskürüb, bəli. İri neft qaz yataqları dedik, geolojidədir. Kimber dağ əmələ gəlməsi geolojidədir. İlkin atmosfer yaranıb, bəli. Cavab olur 1, 5. 1, 5. Daha doğrusu 2, 5. Cavab burada olur. 2, 5. 2, 5. Keçdik 38-ci suala. 38-ci sualda bu deməli 38-ci suala baxaq. Yerin planetin inkişaf mərhələsi üçün səciyyəvidir. Yenə də planetin inkişaf aid olan keçir. Materik yer qabığı yaranıb qranit geolojidə, iri neft qaz yaranıb geolojidə, yer səthinə güclü kütləvi yağışlar püskürüb, bəli. Radioaktiv maddələr parçalanıb mantia yaranıb, Kaledon hissədə geolojidə. Cavab olur 3, 4. Keçdik indi 39-cu suala. Uyğun sıranı yenə deyir göstərin. Suxurların daşlanmış bitki və heyvan qalıqları əsasən olan yaşlar dövrü şəraiti müəyyəndir. Bəli, doğrudur. Burada doğru yazdığı üçün bunu götürərik. Kriptozeyonda yaranan suxurlar canlı orqanizm qalıqlarının tapılmadığı üçün bu eon gizli həyat eonu adlanır. Doğrudur, amma bura yanlış olduğu üçün götürmürük. Suxurların tərkibində qalan qurğuşun miqdarına görə onlar neçə il əvvəl yarandığı təyin edilir. Doğrudur. Bura doğru yazdığı üçün bu fikirdə doğrudur. Nisbi yaş suxurların bir-birindən nəzərin təyin olunan yaşıdır. Bu doğrudur. Məsələn, altdakı suxur qədim, üstdəki suxur daha cavan sayılır. Amma yanlış yazdığı üçün götürmürük. Suxurun mütləq yaş onların yatım acını xeyr. Suxurun mütləq yaş radioaktiv maddələrə görə müəyyən Bu yanlış fikirdir. Yanlış da yazıldığı üçün biz bunu götürürük. Üst qatlarda yaşayan suxur alt qatdakı suxura nisbətən daha qədim deyil, daha cavandır. Onca yanlışdır. Cavab olur 1, 3, 5. 1, 3, 5. Keçdik 40-cı suala. Deməli ki, 40-cı sualda yerin geoloji inkişaf hadisəsini göstərən xəritə sxema qədimdən cavana. Ən qədim 2-dir. Çünki biz dedik ki, bir Pangeniya yaranmışdır. Sonra Pangeni 2 yerə bölünür. Lavrasiya, Gondwana. Demək, sonra gələcək 3. Sonra da bunlar da özləri müasir materiklərə bölünmüşdür. 2, 3, 1. İndi uyğunluğu müəyyən edin. Eralarda onlarda baş verən hadisələrdir. Kaledon qırışıqlığının dağların əmələ gəlməsi bu paleozoya aiddir. Kaledon Hersin. Tez okean dedik ki, Kaynezoydur. Cavan dağlar dedik Kaynezoydur. Qədim Gondwana və Lavrasiyanın müasir materiklərə parçalanması Mezozoydur. Müasir okeanlar, müasir materik, müasir okeanlar Mezozoydur. Cavab B, C, D, Y, bir də A. Bu qədər. Növbəti izahda görüşərik.